Amma bir dəfə görən kimi dua eləsən qəbuldur, o vardı dəlil bilmirəm. Salam aleyküm şeyx. Və aleyküm salam və rəhmətullah bərəkətuh. Bildiyimiz kimi həc mövsümü gəlir qabaqda və bugünkü sual-cavabı da məhz həc haqqında etmək istəyərdik. Ümumiyyətlə həc nədir, nə deməkdir, İslamda həccin yeri nədir? Elhamdülillah və salatu və salamu alə mən lə nəbiyyə bədən məmə. Elhamdülillah, həc İslamın rükunlarından biridir, əsaslarından biridir. Onunla İslam tamamlanır, kamilləşir. Həm Allah, həm Rasulü həcci bizə fərz edib. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, İslam 5 əsas üzərində qurulub. Onlardan da biri həcc etməkdir. Həcc ildə bir dəfə olunan ibadətdir, imkanı olan, sağlamı olan müsəlmana vacibdir və müəyyən yer təyin olunub, Məkkə və onun ətrafında bəzi yerlər təyin olunub. Məsələn, Ərafa kimi Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, Əl-Həccu Ərafa, həc Ərafadır. Müəyyən bir vaxtda, müəyyən bir yerdə, müəyyən bir şəkildə ibadətin adıdır. Həc fərzdir məsələn. Şeyx, həcin müəyyən yerdə olduğun, müəyyən vaxtda olduğun dediniz. Həmin o vaxt nə vaxtdır, hansı vaxtda təsadüf edir? O Zilhicce ayı, 8-i, 9-u, 10-u, 11-i, 12-si, hətta 13-ünəcən. Həc təxminən 5-6 gündə əslində davam edir. Bəli. Bəs niyə bəziləri Şəvval, Zülqədə kimi ayları da həc ayları sayır? Amma o ki qaldı Şəvvaldır, Zilqədədir və s. O ayda çıxmaq olar sadəcə. Həccə gəlmək üçün. Var elələr. Məsələn, 1 ay, 2 ay qabaq gəlirlər və gözləyirlər, Zilhiccənin 8-ini gözləyirlər. Hələ çıxmaq olar, eyb etməz. Bəli. Həccin savabı o vaxtda məlumat verərdiniz. Həccin savabı, həcc, yenə deyirəm, İslamın ən əsas rükunlarından biridir, ərkanlarından biridir. Onunla İslam tamamlanır. Həm şəxsin özündə, həm özü də iman cəhətindən və s. Və s. Nə deyim? Günahların silməsi bağışlayır. Yenidən doğulmuş kimi. Təbii ki, həmçinin bu ibadət günahları yuyur. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, kim evindən çıxsa həccə, necə düzgün gəlib elə eləsə, evə qayıdanda elə bilir ki, yenidən doğulmuş insan kimidir. Yəni, mömin üçün, təbii ki, mömin üçün, müsəlman üçün, belə nəinki həcc, namaz da, oruc da və s. Onlar hamısı fürsətdir günahların yumağı üçün, dərəcələrin artırılmağı üçün, savabların, Allaha yaxınlaşmaq üçün, şeytanın hilələrindən, vəsvəsələrindən uzaqlaşmaq üçün. Budur. Bəli. Bəs həcci əvəz edən əməl varmı? Məsələn, bəzilər deyirlər ki, həccə gedənə kimi qonşuya kömək edəyələr. Bilirsiniz, həcci əvəz edən əməli yoxdur. Düzdür, kömək, yəni həccə getməsən kömək eləyəcəksən, həccə getsən kömək eləyə bilməyəcəksən. Həccə gedən adam kömək də eləyə bilər. Onlar başa düşmürlər İslamı. Çünki həcc hər adama fərz deyil. İmkanı olmayan adama həcc fərz deyil. Hər kimə fərzdir həcc. Kim ki gedir həccə, gələndən sonra da onun maddi cəhətdən sıxıntıları olmur. Əgər həccə gedən adam, əgər gedirsə, deməli imkanı var onun. Təbii ki, o həccə getsə də yenə yardım eləyə bilər, kömək eləyə bilər. Onlar başa düşmürlər həccin, məqsədin, hikmətin, necə edilir. Onlar elə fikirləşiblər ki, axır pulu adam verir, həccə gedir. Elə də düzgün deyil. Şəriət tənzimləyir, narahat olmasınlar. Şəriət tənzimləyir. Şəriət necə tənzimləyib olan xəbəri yoxdur sadəcə. Çünki həcc olsa da illik zəkat var. Gündəlik hər dəqiqə sədəqə verə bilərsən, nəzir edə bilərsən. Ramazanın sonunda fitrə zəkatı var.
Həc tənzimləyib bunlar hamısını. Onlar sadəcə xəbərləri yoxdur İslamdan, bilmirlər, avamdırlar, cahildirlər. Elə bilirlər ki, həc bulan narahat eləyir, həccə getməyi. Elə bilirlər ki, getmə həccə, kasıblara yaldırmır. Onda kasıb həmişə olacaq. Onda mən həccə getməyim heç vaxt. Bu nə məntiqidir? Bu savadsızlıqdır. Savadsızlıq, bəziləri ola bilsin heyvandan da pisdir, yəni ateistlər. Ola bilsin onlardandır. Bəli. Həmçinin o izah edici mövzuya toxunmaq istəyirik. Sualların içində bu da var ki, bəziləri düşünürlər ki, sanki bütün kənddə, yaşadığın yerdə bir dənə kasıb qalmayacaq, həccə getmək düzgün deyil. Bütün kasıblar hamısı varlanmalıdır, sonra gedin. Əslində, İslam onu tənzimləyib. İslam onu tənzimləyib, əssalam. O başqa məsələlərdir. Maliyyə cəhətdən, zəkat var, sədəqə var. O başqa məsələdir. Həccə gedən adam onları da eləyəcək. İnşallah. Bəli. Yəni, həccin şərtləri nədir? Bunları bilsək bəlkə daha düzgün şəkildə hazırlaşmaq. Həccin şərtləri var. Birinci, müsəlman olmaq, halı yerində olmaq, fiziki cəhətdən sağlam olmaq ki, gedib, yəni xəstə adam gedə bilməsə, ağırdır həcc. Ağır ibadətdir. Həmçinin maddi cəhətdən imkanı olmaq, Bunlar mühümdür. Bəli. Kişilərlə yanaşı həmçinin qadınlar da həcc edə bilər. Və qadınlar tək həccə gedə bilər. Bilirsiniz, qadın da kişi kimi həcc vacibdir. Lakin nə vaxt imkanı varsa maddi, fiziki cəhətdən, qadın üçün həmçinin əgər məhrəmi varsa, əgər məhrəm yoxsa həcc ona vacib deyil. Ona görə gedməsin. O məsələ ixtilafdır. Bəzi alimlər deyib, hətta getsə də günah qazanır. Günah qazanır qadınların arasında və s. Getməsə, fərz ona fərz deyil artıq həcc. Həcc kimə fərzdir? Yenə qayıdır. Məsələ, kimin imkanı var maddi cəhətdən, kimin fiziki cəhətdən imkanı var, sağlamlığı yetər. Qadın üçün də əgər məhrəmi varsa, məhrəm yoxsa həcc vacib deyil ona. Bəli. Belə bir açıqlama vereyim. Məhrəm qadın üçün kimlər sayılır? Çünki çoxsu yaşlı qadını məhrəm sayır. Məhrəm qadın üçün o kişilər sayılır ki, onlar onu ala bilməz. Kimlər ki, ala bilər, onlar naməhrəmdir. Ala bilməz. Yəni, məsələn, atadır, əmidir, dayıdır, qardaşdır, övladdır. Onlar, gedə bilər. Amma məsələn, dayı oğlu gedə bilməz. Ala bilər ona görə. Və ya məsələn, əmoğlu, üboğlu, onlar gedə bilməz. Aynen da, məhrəmlə gerək çıxasan, nəyə həccə? Ümumiyyətlə, qadının səfərə çıxanda məhrəmin yanında olmalıdır. Bəli. Aydındır. Həmçinin belə bir məsələ də var ki, borcu olan həccə gedə bilərmi və yaxud da borc alıb həccə getmək olarmı? Yox, borcu alırsa, o həcc ona deməli imkanı yoxdur. Lazım deyil, o həcc ona vacib deyil. Vacib deyil həcc ona. Bu bir. İkinci isə, çünki ne üçün? Bilirsiniz, o borc alır. Təbii ki, o həcci geyib gələndən sonra da o başlayıcı borcu qaytarmağa. İslamca belə deməyib. Belə deməyib. Ona görə özünü əziyyətə salmasın. Bu bir. İkinci, əgər həccə gedə bilmirsə, heç olmasa ümrə eləyə bilər. Ümrəyə gedə bilərsə, ümrəyə getsə, pulu çatmırsa, ümrə eləsin, heç olmasa hələlik. İnşallah Allah nəsib eləyər maddi cəhətdən imkan, sonra həccə gedər. Həmçinin, yəni, sual necə idi? Borcu alıb gedmək və yaxud da borcu ola gedmək. Amma o ki, qaldı borcu ola gedmək. O borc birsiz baxır necədir? Borc ola bilər, alıb hələm tələsdirmir və ya həccə gedməklə borcu qaytarmağa çətinliyi olmayacaq. Elə işə gedə bilər. Amma yox, borcu qaytarmağa çətinlik olacaqsa, məsələn, tutaq ki, borcludur, həcdə pulu, həcdə bahadır bu saat. Pulu da var, o borcu qaytara bilər. Deyinəsə, borcu qaytarsa, yoxsa həcc, borcu qaytarsın. Borcu qaytarsa, həcc, imkan olan gedər, əgər imkan olsun. Bəzən olur, borc sahibi bilir ki, həccə gedib və yaxud ümrəyə gedib. Biraz qəzəblənir ki, gələk mənim borcumu verərdin. Düz deyil də, əslində. Əslində düz deyil. O haqqı vardı onun. Haqqı var, bəli. Həmçinin ümrə dediniz, həcclə ümrə arasındakı fərqlər nələrdir? Ümrə həcclə fərqlənir. Təbii ki, həcc böyük ibadətdir.
Ümrə nafilədir. Nafilə, yəni ümrə hətta hərəkətlərində, əməllərində də azdır həcdən. Məsələn, həcdə Ərəfə var, Müzdəlifə var, Mina var, orada qalmaq var, daş atmaq var və s. Qurban kəsmək var. Amma ümrədə bunlar yoxdur. Ümrə sadəcə ehramdır. Ehramdır, miqatdan keçəndə ehramdır. Gedirsən, təvaf edirsən Səfa Mərvanı. Ondan sonra ehramdan çıxırsan, başını qırxıb ehramdan çıxırsan və salam. Ümrə ziyarəti yüngüldür, asandır. Bəli. Bir də ümrədə vaxtı, həc vaxtı qarı daşı öpmək məsələsi var. Bu vacibdirmi? Yəni, sual niyə görədir? Çünki bəzi xoş olmayan videolar var. Qarı daşı öpmək üçün səy göstərən müsəlmanlar biraz xoş olmayan görüntülərlə çəkilirlər və o digərləri onlara baxırlar, deyirlər bu da İslamdır. Bilirsiniz, qarı daş öpmək vacib deyil. Hətta Ömər bin Xattab baxırdı ona, deyirdi, vacib deyil sənə, biləm. Görürəm, Peyğəmbər sallallahu əleyhi və səlləm öpüb, sən ona görə öpdüm. O vacib deyil. Kim yəni həccə gedir, ümrəyə gedir, əgər qarı daşı öpməsə, o həccinə bir təsiri yoxdur. Düzdür, var elə avamlar, bəzi ölkələrdən. Onlar elə fikirləşirlər ki, gəlirsən sonra öpməsə o daşı, həcci qəbul deyil və ya tamamlanmır. Ya, səhv fikirdir. Əziyyət vermək olmaz. Bəli, insanlara, bəli. Həmçinin belə bir anlayış var ki, kim Kəbə evini ilk dəfə görsə, həmin anda edəcəyi dua qəbul olur mütləq şəkildə. Bu doğrudurmu? Allah bilir, bilmirəm dəlil ona. Ona dəlil bilmirəm. Amma dua üçün yaxşı yerdir. Gözəl yerdir, gözəl vaxtdır, məkandır. Amma bir dəfə görən kimi dua eləsin, qəbuldur, o vardı, dəlil bilmirəm. Və həmçinin həcc olundu, qutardı. Bu insan həccinin qəbul olunmasının əlamətini necə bilə bilər? Əlamətin həcdən sonra özün necə aparıcı? Həcdən sonra özün necə aparıcı? Həcc ona təsirlədi, yoxsa yox və s. Ondan sonra hər bir ibadətə eləyəndən sonra bax ki, o adama. O ibadət ona təsirlədi, deməli, keyfiyyətli olur. Yoxsa hələ belə hərəkət edib və salam. Bir də sonuncu sual. Həcc etməmişdən qabaq ümrəni mütləq olaraq məsləhət görürsünüz, yoxsa birbaşa həcc edə bilər bir insan? O bilirsiniz, qayıdır o məsələ insanın imkanına. İmkanı varsa birinci ümrə eləsin. Hətta təsəvvür olsun, geçsin, görsün oranı. Sonra həcc rahat olur. Amma məsələn, birinci dəfədən həcc hasan ibadət deyil. Amma əlbəttə olar. O qayıdır insanın imkanına. Həccdən qabaq ümrə eləməyə sünnə demək olarmı? Bilmirəm, elə deyən olub alimlərdən, bilmirəm. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm əvvəl birinci 4 dəfə ümrə eləyib, sonra həcc elədi. Təbii ki, o vaxt imkan yox idi. Ümrə eləmək yaxşıdır həccdən qabaq. Hətta təsəvvürlə rahat olur onda həcc. Allah sizə bərəkət versin. Buyurun, Allah kömək olsun. Salam aleyküm. Aleyküm salam. Dili değişik.